Salam müzəffər Azərbaycan gəncləri. Bəli, bu kitabı artıq 5 ildir ki, böyük fəxr və qürur ilə səsləndirə bilirik. Çünki qazandığımız tarixi zəfər bizi məğrur, müzəffər və bütöv etdi. Biz bugün sizlə birlikdə 5 il öncəyə, payızın 44 anına səyahət edəcəyik. Torpaq uğrunda ölən varsa vətəndir deyirlər. Bizim qəhrəmanlar qəhrəman olmaq üçün yox, vətən torpağını, milləti qorumaq, qanları ilə boyadıqları bayrağı dalğalandırmaq üçün savaşdılar. Ölmək istəmədilər, amma ölümü gözə aldılar. Ölmək istəmədilər, ona görə yox ki, ölümdən qorxdular. Sadəcə mübarizəni davam etdirib sona çatdırmaq üçün. Qələbə gününü görmək, zəfər xəbərini eşitmək üçün yaşamaq istədilər. Savaş, döyüş, qəhrəman vəhdəti qəhrəmanlıq düsturunun bir-birini tamamlayan tərəfləridir. Azərbaycanın milli qəhrəmanları bu vəhdət içində yetişən igid oğullar və qızlardır. Onları savaş meydanlarına atan mən qəhrəman olacağam düşüncəsi deyildi. Onların amalı vətən, xalq qarşısındakı vətəndaş borcunu yerinə yetirmək idi. Əbədiyyətə qovuşanların qəhrəmanlığı ölüm və ölümsüzlük kimi bir-birinə zid iki anlayışı bir bütövə çevirdi. Onlar həlak oldular, lakin qəhrəmanlıqları ilə şəhidlik zirvəsinə qalxıb ölümsüzlük dastanını yazdılar. Sinələrinə sanca bilmədikləri qəhrəman ulduzunun qızılı şəfəqləri azadlığa gedən yollara səpələndi. Göstərilən şücaətləri, savaş həqiqətlərini öz dillərindən söyləmək imkanı olan qəhrəmanlar isə yenidən döyüşə atılmağım, vətən uğrunda canımı qurban verməyin bir əmrə bağlı deyib gözlədilər. O gün gəlib çatdı. Ali Baş Komandan əmr etdi və milliyyətindən asılı olmayaraq mən Azərbaycanlıyam, vətənim Azərbaycandır deyən igid oğullar savaşa qalxdılar. Bu savaş son savaşdı. Bu savaş yarım qalmış savaşdı. Bu savaş qisas savaşıdır. Türk oğlu qanı yerdə qoymaz. Türk oğlu ölər, amma qalib gələr. Çünki onun yolu haqq yoludur. Dünən ataların söylədiyi bu çağırışları bugün oğullar, cəsur Azərbaycan gəncləri sözdən əmələ çevirdilər. İgidlikləri ilə sübut etdilər ki, bu torpağın gəncliyi ən böyük tərifə layiqdir. Bəli dostlar, qonağım tarixçi, pedaqoq Lamiyə Mədətidir. Xoş gəlmisiniz Lamiyə xanım. Təşəkkür edirəm. Biz bugün zəfərin 44 anından danışırıq. Bilirik ki, 5 il bundan öncə hamımızın məğrur və müzəffər olduğu günlərdir ki, bir gözümüz ağlayıb, bir gözümüz gülürdü. Gülürdü ona görə ki, bizim qələbələrimiz olurdu. Ağlayırdı ona görə ki, bizim şəhidlərimiz olurdu. Amma təbii ki, hər bir müharibə qansız qazanılmır və bizim şəhidlərimizin sayəsində biz 30 il yəsə son qoyduq. Və bizə maraqlıdır ki, ümumiyyətlə necə xatırlayırsınız o günləri? İstəyərdik bir qaydaq 5 il öncə sizlə birlikdə. Hər bir Azərbaycan vətəndaşı kimi, müharibənin şahidi olan bir kəs kimi həmin günlər də düşünürəm ki, həm ağrı, eyni zamanda qürur, milli birliyin olduğu bir günlərdir. Mən deyərdim ki, hər bir Azərbaycan ailəsində müxtəlif hekayələr yazıldı həmin gündən bağlı. Kimisi silaha sarıldı, bəziləri dualarınla dəstək oldu və biz bir xalq kimi, dəmir yumruq kimi birləşməyi bacardıq. Bilirsiniz necədir Rauf bəy? Ümumiyyətlə, tarix təkcə keçmişi xatırlamaqdan ibarət deyil. Təbii. Biz tariximizi gözəl bilməklə gələcəyimizi də doğru bir şəkildə qurmalıyıq. Bəli. Bəli, əslində çox maraqlı bir məqama toxundunuz. Bu tarix elədir ki, biz bu tarixi həmişə yaşatmalıyıq. Bir tarixçi olaraq belə bir sual vermək istəyirəm sizə. Sizcə Vətən müharibəsində qazandığımız o möhtəşəm qələbə müasir Azərbaycan tarixində hansı dönüş nöqtəsini yaratdı? Bəli, biz bilirik ki, uzun illərdən bəri Azərbaycan xalqı çox ağrılı, acılı sınaqlardan keçdi və bizim xalqımızın sinəsi üzərində uzun illərdir bir qorxu, eyni zamanda ümidsizlik divarı, səddi çəkilmişdi.
və müasir Azərbaycan tarixində bizim bu parlaq qələbəmiz həmin o qorxunu, ümidsizlik divarını sındırdı sanki. Bizim dövlətə inamımız artdı xalq olaraq, dövlətlə xalq arasında möhkəm bir bağ yarandı, qopmayan bir bağ yarandı ki, bunlar da hamısı çox belə deyim, önəmli amillərdir. Eyni zamanda bu qısa müddətdə ortaya qoyulan həmrəylik, insanların mənəvi birliyi bizim gələcəyimizə də böyük ümidlər verir. Təbii ki, yəni əslində biz əgər 30 il müddətində inanırdıqsa, təbii ki, içimizdə o bir inam var idi. Bizim torpaqlarımız işğaldan azad olunacaq. Amma bəzən bir çoxumuzda inamsızlıq yaranmışdı. Çünki 30 illik qoyulmurdusa bu həsədə son düşünülürdü ki, artıq ümumiyyətlə Qarabağ heç vaxt qayıtmayacaq. Amma bu düşüncə dəyişdi və biz 44 gündə, yəni 30 ilin həsrətini 44 gündə sona çatdığının necə deyirlər şahidi olduq. Bəli. Böyük bir qələbə qazandıq. Tarixçi olaraq bəs o dövrə bir də başqa bir necə deyirlər rakursdan baxanda sizcə həmin dövrün ən önəmli məqamı nə idi? Rauf bəy, tarixçi olaraq eyni zamanda bir Azərbaycan vətəndaşı kimi qeyd eləmək istəyirəm ki, hər birimiz onun şahidi olduq ki, ordu ilə xalq arasında möhkəm bir bağ yarandı. Sanki Azərbaycan ordusu, Azərbaycan xalqı eyni nəfəs alırdı. Hər bir kəs öz-özlüyündə bir əsgər kimi döyüşürdü. Biz bunun şahidi olduq. Ən çox diqqətimi çəkən məqam bu oldu və bugünkü dünyada baş verən hadisələri görürük. Dünyanın müxtəlif qaynar nöqtələrində gedən prosesləri izləyirik. Eyni zamanda tarixdən də müəyyən müharibələrin, döyüşlərin şahidiyik. Yəni bu xoşbəxtlik hər xalqa qismət olmur. Hər bir xalq çətin vəziyyətdə bir ola bilmir, həmrəy ola bilmir. Bu cəhətdən də bizim şansımız, bəxtimiz gətirib deyə bilərəm. Təbii ki. Və həmin dövrə qədər bilirsiniz, bizə qarşı düşüncə də başqa idi. Bəli. Biz bilirik ki, beynəlxalq ictimaiyyətin də yanaşmaları həmişə başqa olub, bəzən Qərbin ümumiyyətlə çox ziddiyyətli fikirləri olub bu mövzularda və bizim qəbul eləmədiyimiz müəyyən bir faktlar var idi ki, hətta onlar Xocalı faciəsini belə tanımırdılar. Azərbaycan adlı bir dövlətin bu qədər müzəffər olduğunu əslində bilmirdilər, amma biz onlara onu göstərə bildik. Vətən müharibəsindən sonra sizcə beynəlxalq ictimaiyyətin düşüncəsi necə dəyişdi? İlk öncə onu qeyd etmək istəyirəm ki, Vətən müharibəsinə qədər təəssüflər olsun ki, verilən bütün qərarlar, beynəlxalq müstəvidə müzakirə olunan məsələlər yalnız kağız üzərində qalırdı. Heç bir qətnamələrə əməl olunmurdu, beynəlxalq hüquq normaları çox ciddi şəkildə pozulurdu. Ancaq Vətən müharibəsindən sonra biz xalq olaraq bütün dünyaya sübut etdik ki, haqlı olan tərəf sonda nə olursa olsun qalib olur. Və biz bunu bacardıq, biz qalib olduq. Eyni zamanda bu çox qürur verici bir haldır ki, bugün dünyanın bir sıra böyük dövlətləri Azərbaycanla müəyyən məsələlərdə hesablaşır. Regionda biz artıq söz sahibiyik. Və mən onu vurğulamaq istəyirəm ki, Rauf bəy, ən əsası, biz təkcə torpaqlarımızı geri qaytarmadıq, milli birlik nümayiş etdirmədik. Eyni zamanda öz diplomatiyamızla, doğru diplomatiyamızla da qalib olduq. Təbii ki, yəni burada da Bəli. yaxşı bir siyasət olmalıdır ki, və bu qədər uğur qazanmaq qısa bir müddətdə və o həmin müharibədən sonrakı periodda da istənilən formada həm istər informasiya savaşında, həm real cəbhədə biz xalq olaraq öz sözümüzü dedik. Bəli. Diplomatik çıxışlarda da ki, təbii ki, bizim Ali Baş Komandamız hər yerdə necə lazımdırsa o formada da çıxışlar eləyirdi ki, hətta biz xatırlasaq Vətən müharibəsi dönəmindəki Bəli. xarici jurnalistlərin o qərəzli suallarına necə diplomatik formada cənab prezidentin cavab verməsi və çox istənilən formada artıq bütün dünya bu hazır cavablığa və bu qətiyyətliyə necə deyirlər çox təəccüblə baxırdı. Bəli. Bilirsiniz, bu müharibəyə qədərki dövrdə bir tarix aşılanması var. Bir də müharibədən sonraki məncə dövrdə tarixin aşılanması var. Bəli. Sizcə bu nə fərqlər oldu? Nələr dəyişdi? Bir müəllim kimi şagirdlərinizlə tarixi tədris eləyən zaman sizin özünüzdə nələr dəyişdi? Mən 10 ildən çoxdur artıq müəllim kimi fəaliyyət göstərirəm. Siz inanın ki, hər zaman mən öz tariximizdən danışanda, Qarabağın tarixindən danışanda tək mən yox, mənim həmkarlarım, biz tarix müəllimləri o qədər belə deyim,
acı çəkirdik. O qədər biz onu çətin, üzgün şəkildə şagirdlərimizə çatdırırdıq. Açığı deyim, məyus olurduq. Amma bizim ürəyimizdə böyük bir inam da var idi. Və mən çox sevindirici halda, çox sevinə-sevinə qeyd etmək istəyirəm ki, bu gün biz öz dərslərimizdə, dərsdən kənar fəaliyyətlərdə, layihələrimizdə şagirdlərimizlə bir yerdə artıq çox qürur hissi ilə biz bu zəfər tariximizi uşaqlara deyirik və keçmişi də açıb vərəqləyəndə artıq yəni məyus olmuruq. Çünki biz artıq o torpaqlara qovuşmuşuq. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik. Bəs müharibə dönəmində bilirsiniz, bugünə qədər tədris elədiyiniz, xüsusilə Azərbaycan tarixində baş vermiş hadisələrin, əgər müharibələrdən danışırıqsa, bir çoxunu görmədən, siz də necə deyirlər, müxtəlif mənbələrdən öyrənib Bəli. tədris eləmisiniz. Real tarixi canlı şahidi olaraq bunu tədris eləməyin bəs məsuliyyəti nə qədərdir sizcə? Mən sizə əgər icazə versəniz qısa bir yəni öz Buyurun, iş buyurun. təcrübəmdən bir şey Buyurun, buyurun, danışmaq buyurun. istəyərəm. Biz müharibədə qalib gəldik və hər bir Azərbaycan vətəndaşı kimi mən də cənab prezidentin çıxışını televiziyada izlədim və təbii ki, çox qürurlandım. Elə həmin andaca dedim ki, nə olursa olsun mən bir layihə həyata keçirməliyəm. Bundan öncə də layihələr həyata keçirirdim, amma dediyim kimi, yəni təbii ki, bu mənim istədiyim formada olmurdu və mən düşündüm ki, o layihəni ilk olaraq Qarabağ torpağında işğaldan azad olunmuş yəni məktəblərdən birində keçirməliyəm və biz o layihəni həyata keçirdik. Məktəbimizin əməkdaşlarından rəhbər heyət, eyni zamanda müəllim şagird kollektivimizlə birlikdə getdik və çox uğurlu bir layihə oldu. Deyərdim ki, və o başlanğıc oldu və biz davam edirik. Düşünürəm ki, bu daimi olacaq. Yəni təbii ki, indi bizim tarix dərslərimiz tam fərqli keçir. Biz daha qürurla, daha inamlı şəkildə öz bildiklərimizi, gördüklərimizi, yaşadıqlarımızı, eyni zamanda oxuduqlarımızı şagirdlərimizə daha qürurlu çatdırırıq. Eyni zamanda mən bir şey də vurğulamaq istəyirəm ki, şagirdlərimə hər zaman deyirəm ki, uşaqlar, tarix təkcə yəni kitabı açıb vərəqləmək demək deyil. Yəni tarixi dərindən duymaq, hiss etmək lazımdır. Acılı, şirinli günlərlə biz öz tariximizi sevməliyik, onu qorumalıyıq, tariximizə sahib çıxmalıyıq. Doğru şəkildə gələcək nəsillərə biz ötürməliyik. Eyni zamanda son bu olan bizim zəfər tariximizlə gələcək nəsillərə qürur mənbəyi olmalıyıq. Yəqin ki, bizim şagirdlərimizin, bizim gənclərimizin Vətən müharibəsindən sonrakı dönəmdə artıq xüsusilə bütün proses onların gözü önündə baş verdi deyə maraqları da artmış olar. Və belə bir sual vermək istəyirəm ki, ümumiyyətlə tarix vətənpərvər ruhun artırılmasında və yaxud aşılanmasındakı rolundan biraz istəyərdik danışaq. Bəli, Vətən müharibəsinə qədər də şagirdlər tarixlə maraqlanırdılar, yaxından oxuyurdular. Təbii ki, hər birimizin borcumuzdur öz tariximizi bilək və bunu da uşaqlar, şagirdlərimiz dərindən dərk edirdilər. Amma Vətən müharibəsi onların gözü qarşısında baş verdi və onlar bütün proseslərin canlı şahidi oldular deyə deyərdim ki, vətənpərvərlik hissi onlarda bir qədər də genişləndi, daha da artdı. Eyni zamanda uşaqlar yəni gördülər ki, həqiqətən də bu xalq iradəsinin təntənəsidir. Bu təkcə yəni yenə də dediyim kimi torpaqların geri qaytarılması deyil, yəni bütöv bir xalqın iradəsinin böyük bir qələbəsidir. Səmimi olaraq başqa bir sual da vermək istəyirəm sizə, çox mövzudan yayınmayaraq. Əgər tarix müəllimini kənara qoysaq, xüsusilə həmin dönəmdə biz Lamiyə portretindən danışsaq, siz nə hisslər keçirirdiniz? Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunan dönəmlərdə və yaxud yəni biz hamımız anidən bildik ki, müharibə başladı və heç kim gözləmirdi bunu. Bu çox gözlənilməz bir şəraitdə oldu. Torpaqlarımızın işğaldan azad edilmə prosesi, ümumiyyətlə orada o hansı hissləri keçirirdiniz? Necə hisslər keçirirdiniz? İstərdim biraz da bundan danışasınız. Düşünürəm ki, o dönəmdə hər kəs ən çox sosial şəbəkələri izləyirdi və təbii ki, mən də sosial şəbəkələri həm izləyirdim, həm oranın çox aktiv iştirakçılarından biri idim. Eyni zamanda müharibə bildiyimiz kimi, yəni sosial mediada da gedirdi. Mən bu təbliğatı öz şagirdlərim arasında, həmkarlarım arasında bu təbliğatı aparırdım və biz
çox orada da böyük bir birlik nümayiş elətdirdik. Bütün xəbərləri sosial şəbəkələrdən izləyirdim. Hər gün cənab prezidentin çıxışını gözləyirdim və inanırdım, əmin idim ki, hər gün yeni nəsə bir xəbər gələcək, hansısa bir torpağımız işğaldan azad olunacaq. Fikirlərimdə yanılmadım. Nə xoş bizə ki, biz onları, o qürurlu anları hər birimiz yaşadıq. Yəni onlar bəzi hisslər var ki, onlar doğrudan da sözlə ifadə eləmək olmur Olmur, həmin bəli. sözləri. Çox sağ olun gəldiyiniz üçün. Çox əslində lazımlı bir peşədəsiz və bu cür mövzuların da müzakirə olunmağı, gənclərə ötürülməsi ən böyük, ən müqəddəs, necə deyərlər, məsuliyyətlərdən biridir ki, bu işdə siz bizim dostlarımızın köməyinə çatırsınız. Uğurlar arz edirəm mən sizin işlərinizə. Təşəkkür edirəm. Her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Gözlerinde açılır bu milletin seheri. Senin adınla bağlı bu halkın her seferi. Qədemin değen yerde sehralarda gül açır. Gülistana çevrilir yurdun kendi şehri. Güneş doğur elə bil, harda çekilir adım. Dosta fəxarət gəlir, gözü kör olur yadım. Azərbaycan deyəndə səni düşünürük biz. Azadlığa inanır, xalqa sən bağışladın. Sen elə bir zirvəsən, küləklər neyləyəcək? Dünənim, bugünümsən, səninlə bir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var
masaların içinde. Sen halaldır halal, ülvi mehabbetimiz. Sen ele bir zirvesen, külekler neyleyecek? Dünenim bugünüm sen, seninle bir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər halkın diyecek, halk Heydər söyleyecek, Heydər halkın diyecek, halk Heydər söyleyecek. Sen ele bir zirvesen, külekler neyleyecek? Dünenim bugünüm sen, seninle bir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var, Heydər halkın diyecek, halk Heydər söyleyecek, Heydər halkın diyecek, halk Heydər söyleyecek. Bəli dostlar, qonağımız çox dəyərli, istedadlı ifaçı dostumuz Memi Həsənzadədir. Memi, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun, xoş gördük. Çox gözəl bir ifa səsləndirdiniz Təşəkkür bizim edirəm. üçün. Dəyərli sənətkarımız Ağadaş Ağayevin repertuarından məhz bizim ulu öndərimiz Heydər Əliyevə həsr olunan, məncə dillər əzbər olan bir ifadır ki, onu fərqli bir aranjmanla bizim üçün səsləndirdiniz, oxudunuz. İstərdim ümumiyyətlə, gəlin elə bu sualdan başlayaq ki, necə ərsəyə gəlib bu mahnı? Təşəkkür edirəm bu arada dəvətiniz üçün çox sağ olun. Bəyəndiyinizə görə sevindim. Biz bu mahnını ərsə gətirmişik. Mənim dostumun proyektidir bu. Daha doğrusu onun təklifidir. Kamal Fərziyev, Udan2 ifaçısı mənim dostum. O təklif etdi ki, mənə bu mahnını bərabər aranjman eləyək. Birləşdi dostlarımızla bərabər bu mahnı hardasa bir ilə yaxındır ki, artıq aranjmanın üzərindən keçib. Biz bu mahnını bir il artıq ərsə gətirmişik. Ulu öndərimizin xatirəsinə görə. Düşündük ki, bu rock tərzində daha maraqlı ola bilər bu mahnı. Ona görə də biz o mahnını rock tərzində daha dinamik və daha əhval ruhlu və belə bir tərzdə ifa etdik. Necə reaksiyalar aldınız bəs? Bəyənildimi? Gözəl reaksiyalar aldıq. Yəni çox sevindirici haldır bunlar. Çox tədbirlərdə falan çıxış etmişik bu mahnı ilə bərabər. Həm də fəxr içidir bu bizim üçün. Siz ifaçısınız və sizin işiniz əslində musiqidir. Necə düşünürsünüz? Sizcə vətənpərvərlik ruhunun aşılanmasında bəs musiqinin bir önəmi varmı? Bəli, musiqinin həyatımızda çox böyük önəmi var. Çünki musiqi həqiqətən hər bir mövzuda insana ruh və əhvalı daha çox qazandıran bir sahədir, musiqi sahəsi. Və vətən mövzusunda yazılan mahnılar insanın əhval ruhunu və vətənə qarşı sevgisini daha da artırır içindən. Çox sağ olun gəldiyiniz üçün mənim işlərinizdə təşəkkür uğurlar edirik, sağ arzu olun. edirik. Vaxt ayırmısınız, gəlmisiniz və gələcəkdə bu musiqi sahəsində də daha böyük nailiyyətlər arzu edirik biz sizə. Çox sağ olun, minnətdaram. Bəli dostlar, beləcə bir məğrur verilişin də sonuna gəldik. Magda başqa hansı mövzuları müzakirə olmağını istəyirsinizsə, bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın. Xudahafiz.